Vergi məcəlləsinin 2026-cı ildən qüvvəyə minəcək dəyişikliklər siyahısında məcburi ədəbi qeydiyyat həddinin 200 min manatdan 400 min manata qədər qaldırılması da nəzərdə tutulmuşdur. Bu dəyişiklik kimlərə şamil olunur, sistemli əməliyyatlarla necə əlaqəlidir və biznes sahibləri üçün bunun üstünlükləri nədir? Bunun haqqında qısa məlumat vermək istərdim. Hazırki qanunvericiliyə görə, belə deyək, son 12 ay içində, ardıcıl son 12 ay içində vergi tutulan dövriyyəsi 200 min manatdan artıq olan vergi ödəyiciləri məcburi ədəbi qeydiyyatına alınmalıdır. Burada təbii ki, ictimai yaşa belə deyək, məcbur deyil. Lakin 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində postterminal vasitəsilə olan əməliyyatlarda ədəbi məqsədləri üçün nəzərdə tutulan dövriyyə nəzərə alınarkən, burada postterminal olan dövriyyə 50% nisbətində nəzərə alınacaqdır. Yəni bu da deməkdir ki, şərtli olaraq belə deyək, ədəbi məqsədlər üçün nəzərdə tutulan dövriyyə 400 min manata qədər yüksələ bilir. Bunun misallar üzərindən izah edək, belə deyək. Tutaq ki, pərakəndə ticarət şirkəti 220 min postterminal üzərindən nağdsız əməliyyat eləyib son 12 ay içində və 80 min də nağd əməliyyat eləyib. Bu zaman dövriyyə 300 min olmasına baxmayaraq, qeyd etdiyimiz kimi postterminal olan dövriyyə 50% nisbətində nəzərə alınacağına görə 220 minin 50%-ni biz nəzərə alırıq. 110 min və nağd hissəni tam nəzərə aldığımıza görə 80 min də gəlirlik üzərinə 190 min ümumi dövriyyə olur. Və bu zaman ümumi dövriyyə dedikdə, yəni ədəbi məqsədlər üçün nəzərdə tutulan dövriyyədən söhbət gedir. Və bu zaman artıq 200 mini keçmədiyinə görə ədəbi məcburi tələb deyil, yəni keçmək. İkinci bir misal üzərindən götürsək, belə deyək. Tutaq ki, bir fərdi sahibkar 280 min və yaxud şirkət 280 min postterminalla dövriyyə edib və 100 min də nağd dövriyyə edib. Ümumi dövriyyə bu zaman 380 mindir. İndi nağdsız hissəni böldükdə isə 280 min nağdsız hissə demişdik. Bu zaman 280 minin 50%-i 140 mindir. 140 min bu və üzərinə nağd hissəni 100 mini tam gəlirik. Eləyir 240 min. Bu zaman 200 mini aşdığına görə məcburi ədəbi qeydiyyatına keçirilməlidir. Onu da nəzərinizə çatdırım ki, bu bütün belə deyək, vergi ödəyicilərinə şamil edilmir. Yəni topdan ticarət və vergi ödəyiciləri xidmət göstərən vergi ödəyicilərinə şamil edilmir.